İslam qaynağında Hz. Ayşənin Hz. Muhammedlə evliliyi 6 veya 9 yaş arasında qeyd olunur. Belə ki 6 yaşda nişan, 9 yaşda evlilik olaraq keçir bu məlumatlar. Məsələ burasındadır ki, bir çox İslam qaynağında isə bu yaşı böyütməklə məşğuldurlar. Məsələnin digər tərəfi isə Quranda Ət-Talaq surəsi 4-cü ayətdə deyilir ki, yaşad olmaqla heyzdən kəsilmiş qadınlarınız barədə şübhə etsəniz, bilin ki, onların və həmçinin yaşları müsait olmadığı üçün hələ heyz görməmiş olanların gözləmə müddəti 3 aydır. Hamilə qadınların gözləmə müddəti isə onların bari həmlini yerə qoyduqdan sonra başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini asan edər. Bu ayətdən də aydın olur ki, İslam şəriətində qadınların evlilik yaşı qeyd olunmuyor. Yəni birisinin 6 veya 7 veya 8 yaşında evlilik izdivacına girməsi, evlənmiş olması İslam şəriətində qadağan deyil. Nisa suresi. Qoy buradan oxuyaq. Tərcümə oxuyur da. Mən tərcümə eləyəndə bəziləri deyir ki, yəqin Xəyyam səhv eləyir. Ali Plus'tan oxuyacam buranı. Yetimləri nicaha erişəcəkləri çağa kadar deneyin. Şayət kendilərində bir olgunlaşma, ərəbsində keçən rüşd sözüdür. Rüşd, rəşidə kəlməsi kamilləşmə deməkdir. Yəni bir adamın bədəninin formalaşması üçün ona həddi buluq deyərlər. Buluq, bələğə sözü işlənər. Amma ağlın və bədənin tam formalaşmasına rüşd deyərlər. Buna görə də olgunlaşma gördünüzmü, həmən onlara mallarını verin. Bu qədər. Vaxt almasın deyə. Yəni sizi aldadır. Sevik bəy ki, qeyd olunmuyubdur. Yaxşı, oxuduğu Təlaq surəsinin bir dəqiqə. Təlaq surəsinin 4-cü ayəsi ənənəvi tərcümədən oxuyacam yenə. O oxuduğu bilmirəm, ya Əlxandır, ya Vasifdir. Heyzdən kəsilmiş yaşlı qadınlarınızın iddəsi barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti 3 aydır. Və yaxud da Vasif eyni gətirir. Heyzdən kəsilmiş qadınlarınızın barədə şübhə etsəniz, onların və həmçinin hələ heyz görməmiş papuqaydalar da, sən necə? Bir dənə adam belə bir şey deyibsə, bunlar da eyni şey təkrar edir. Hələ heyz görməmişsə, onların görməmiş ifadəsini qoyublar hələ sözü ilə. Burada baxın, xahiş edirəm, keçən ifadə ləm ədatı var. Ləm kəlməsi keçmiş zamanın mutlaq olumsuz yapar. Hələ isə mutlaq olumsuz deyil. Keçmiş zamanı mutlaq olumsuz yapar. Bu olumsuzluq geçmişte olmuş və hala davam etməkdədir. Yəni davamlı olaraq olmuş, bitmiş. Misal üçün sizə bir ayət göstərim. Baxın, xahiş edirəm. İxlas surəsində ləm yəlid. Baxın, eyni kəlmə ləm. Baxın, eyni mənanı verir. Keçmiş zamanda mutluluq umutsuz. Diqqət edin. O doğmamışdır və doğulmamışdır. Orada ləm yəhiznə də hələ heyz görməyən qoyublarsa da, burada da Allah üçün gərək onda küfür olur ki, təbii ki, hələ doğmamışdır və hələ doğulmamışdır. Ləm yəlid, hələ doğmamışdır, yəni, nəuzbillah, Allah hamilədir, yəni, belə bir anlam çıxmış olur. Və yaxud da ləm yulətdə isə hələ doğulmamışdır, yəni hələ Allah yoxdur, olmaq üzrədir. Olmur. Yaxşı, gəlin bir dənə də bu ayata baxaq. Gördüyünüz kimi burada bədəvilər dedilər ki, iman etdik. De ki, siz iman etmədiniz. Baxın, burada ləm tu'minu kəlməsində həmən ləm eyni gəlibdir. Gördünüz, ləm tu'minu ifadəsi var. İman etmədiniz. Həm ləm var, həm də ləmma var. Deyəcəm indi sizə. De ki, siz iman etmədiniz. Ancaq İslam, yəni muslim və ya təslim olduq deyin. İman hənuz, baxın, hənuz qalblərinizə girmiş deyildir. Fikir verdiniz, hənuz, yəni hələ. Aşağıda da qoy göstərək. Baxın, xahiş edirəm.
Bədəvilər biz iman gətirdik dedilər. Siz qəlbən iman gətirmədiniz. Bitdi, yəni bitmiş fikir. Ancaq biz müsəlman olduq deyin. İman sizin qəlbinizə hələ daxil olmamışdır. Yaxşı, buradakı hələ ilə yəni bildirilən ifadə isə baxın ləmma. Ləmma nədir? İfadəsi bir çox mənaları var. Ləmma ədatının gəliş yerdə bir mənasını da qoy o yerini də sizə göstərim. Deməli in kulli nəfsin ləmma aleyhə hafiz. Heç bir nəfs amma hənuz azabı tatmamışdılar. Məsələn, burada gətiribdir, fikir verin. Ləmma yazuqu əzab. Amma hənuz azabı tatmadılar. Aydındır. Buradan biz başa düşürük ki, hənuz bildirmək üçün ləm yox, ləmma gəlməlidir. Bunu da göstərdim sizə. İndi deyirsiniz ki, bu sizin fikrinizdir. Gəlin bir də zəhmət olmasa buna diqqət edək. Məsələn, burada hər iki tərcüməçilər var. Yəni bir adam səmimi araşdırırsa, bir çox tərcüməyə baxmalıdır. Çünki orijinalı oxuya bilmirsənsə də və edilən tərcümədə bir xəta ola bilər düşüncəsinə qapılmalısan və bitərəf olaraq hər iki tərəfi də araşdırmalısan ki, həqiqəti əldə edəsən. Məsələn, Əlhan Aktaşın tərcüməsində qadınlarınızdan adət görməkdən umudunu kəsənlər haqqında kuşku duyursanız, o zaman onların iddətləri 3 aydır və adət görməyənlərin də. Aydındır, adət görməyənlərin də ifadəsini göstərir. Adət görməyənlər ifadəsi burada açıqlama veribdir. Buna girmirəm, uzundur. Nəysə, gəl bir dənə də aşağıdakılara baxalım. Məsələn, Ali Bulaç ənənəvi tərcümə olaraq hənuz adət deyibdir. Amma Süleymaniyə Vakfi, yəni Abdüləziz Bayandır, Süleymaniyə Vakfinin məalində qadınlarınızdan adətdən ümidini kəsmiş olanların haqqında şübhəyə düşmüşsünüzsə, bilin ki, onların iddəti 3 aydır. Adət görməyən qadınlarınki eyni. İndi burada dipnotuna baxırıq. Bir çox məal və təfsirdə ayətdəki bu ifadəyə hənuz adət görməyənlər anlamı verilərək bu ayət çocukların evləndirilməsinin dəlili sayılmışdır. Yəni belə fikir ortaya qoyulubdur. Əslində Ayşənin 6 yaşında evləndirilmə hədisini də gətirmələrinin səbəbi və bu ayəti də ona yazmalarının səbəbi İslam içində olan xainlərin işidir. Bunu göstərəcəm sizə. Əhzab surəsi 33-cü surənin 49-cu ayəsində deyir ki, ayətə görə gərdəyə girmədən, yəni cinsi münasibət baş vermədən boşanan qadınların iddə bəkləməsi gərəkmədiyi üçün, yəni ehtiyac yoxdur da, bu ayət çocuklarla gərdəyə girilə biləcəyinin də dəlili sayılmışdır. Yəni hətta, məsələn, deyirlər ki, olmaz. Halbuki əslində hətta az yaşlı bir uşağa da gərək onlar. Çünki iddə niyə gözlənilir? Cinsi münasibət baş verdikdən sonra, cinsi münasibət baş verməsə, istər yaşlı olsun, istər yaşı az olsun, nədir? İddə gözləməyə ehtiyac yoxdur. Bilməm, anladıq mı nə demək istədiyim? Halbuki ayətdə yaşadığı sıkıntıdan, stresdən dolayı, yəni Təlaq 4-də olan qadınlar stresdən dolayı, sıkıntıdan dolayı boşanma əsnasında adət görməz olan, yəni adət düzəni bozulan qadınlarla normaldə boşanma öncəsində də adət düzənsizliyi yaşayan, bir çox ayda bir adət görən qadınlar kast edildiyi anlaşılmaqdadır. Zira düzənli olaraq adət görməyən qadınlarda iki adət arası aylarca və hatta duruma görə yıllarca sürə bilər. Yəni bir qadınlar pozulubdur da, 3 aydan bir görür, qadın var 6 aydan bir görür, qadın var ildə bir dəfə görə bilər, tamam yəni. Zaten evlilik konusunda nikah çağından bahs edən Qur'anda Nisa surəsinin 6-cı hənuz rüşd olmamış çocukların evləndirilməsini kabul etməsi də mümkün deyildir. Əgər ayətdə hənuz adət görməyən ancaq normaldə görməsi bəklənən çocuklardan bahs ediliyor olsaydı, olumsuzluq ədatı olaraq ləm deyil, ləmmanın kullanılması gərəkirdi. Bu yanlış tərcümə
düzenli adət görməyən qadınların durumu haqqında sorunun da çözümsüz kalmasına neden olmuş. Mezhepler bu durumdaki kadın için kendilerine göre şöyle bir fetva vermişlerdir deyir. Düzenli adət görməyən qadın kendi yaşlıları adətdən kəsilincəyə kadar bəkləyəcək, ondan sonra 3 ay iddət sayacaq, sonra boşanmış kabul ediləcək. Bu fətvanın həm ayətə aykırı olduğu, həm də bu durumdaki kadına ve onun nafakasına sağlamak zorunda olan erkeğe büyük zulüm olduğu aşkardır diye bildirmiştir. Bir tane de Mehmet Okyat'tan gösterim. Kadınlarınızdan adet halinden ümit kəsənləri şübhə ederseniz onların bekleme süresi 3 aydır. Adet görmeyenlerin içinde durum yani böyledir. Baxırıq görürük ki, bu kısa verifdir. Bu cümle regil olup olmadığı net bir şekilde belli olmayan durumu net olarak düzenli gitmeyen, regil zamanı bilinmeyen, muhtemelen bunu gizleyen kadınların durumundan şüphe edilince bekleme süresinin 3 ay olduğunu hüküme bağlamaktadır. Ayette ikinci cümlede ise henüz hiç regil yani ay hali olmamış çocukların değil bir sebeple ve mazeretle yani bir üzürlü bir sebeple regil olmayan kadınlarla ilgili bekleme süresidir. Süresinin de 3 ay olduğundan söz edilmektedir. Bu da getiriftir. Lem yahidne fiilindeki lem edatı bu yaklaşmamızın gerçəksiz səbəbidir, yəni gerçəyidir, həqiqətidir. Yaşar Nuri Öztürk'də də baxaq. Adətdən kəsilən kadınlarınızın iddət bəkləmə sürələrində kuşkuya düşərsəniz, onların iddətləri 3 aydır. Hiç adət görməmiş kadınların sürələri də böylədir. Hiç adət görməmiş kadınlar. Aydındır. İfadəsini kullanmıştır. Bu da belə vermiştir. Aydındır. Bunlar baxırıq görürük ki, ləm yəhiznə heyiz görməyənlər var. Yəni normalda bir kadın heyiz görür, amma deyək ki, heyiz görməməyə başladı. Pozulma, hamilə də deyil. Bu kadınlar 5 belə deyək də qadın qoya bilərik ortalığa. 5 sayım. Körpə uşaqlar ki, heyiz görmürlər. Bir kadın ki, hamilədir deyə heyiz görmür. Bir kadın yaşlıdır deyə heyiz görmür. Bir kadında nə yaşlı deyilü. Baxın, nə yaşlı deyilü, nə hamilə deyilü, nə uşaq deyilü, amma heyiz görmür. Və bir də nə qalır? Heyiz görən. Nə, yəni yaşlı da deyilü, hamilə də deyilü. Sonra deməli qoca deyil, hamilə deyil. Normal yaşlıdır və heyiz də görür. Deməli burada qadınlar neçə oldu? 5 dənə. Qurana baxdığımız zaman Quran hansılar haqqında danışır və hansının haqqında iddət vaxtını necə qoyur? Yəni qoca olmayan, uşaq da olmayan, yəni körpə də olmayan, az yaşlı da olmayan, belə deyək, hamilə də olmayan qadınlar var ki, onlar həm də heyiz görür. Bu qadınlar 3 ay saymayacaqdır. 3 xəstəlik devrini bir yerə cəm edəcəkdir. Həm görməsini, həm ondan qurtulmasını bir yerə yığacaq. Buna 3 qurun deyərlər. Bunu cəm eləyir. Belə qadınlar əri öldükdə isə bu 4 ay 10 günə qədər qalxa bilər. Stres səbəbi ilə olur. Düşünürəm ki, gecikə olsa 4 ay 10 günə qədər çəkə bilər. Bu bir dəstə qadın. İkinci dəstə qadın. Bir qadın qocadır, boşanmaq istəyir, heyiz də görmür, o 3 ay gözləyir. Bir qadın da var, boşanmaq istəyirəm, hamilədir. Bu doğana qədər, Təlaq surəsinin davamı onu bildirir, doğana qədər gözləməlidir. Yerdə qalır 2 qadın. Bir, yaşı az olmayan, nə də qoca olmayan, yəni normal yaşda olan bir qadındır. Hamilə də deyil, amma heyiz görmür. Bu qadın 3 ay gözləməlidir. Bir qadın qaldı ki, uşaqdır deyə heyiz görmür. Bu qadın haqqında Quranda heç bir şey yoxdur, yəni. Anlaşıldığını demək istəyirəm. Yəni, bunun ikisini bir-birinə qatışdırıblar. Normalda qoca olmayan,
və uşaq olmayan, hamilə olmayan və buna rağmen heyz görməyən qadınlar haqqında Quranda bir fətva varmı? Əgər siz bunu körpə uşağın üstünə qoysanız, bu qism qadın haqqında onda Allah unutdu mu fətva verməyi? Deyə mən bir sual yönləndirəcəm ki, buna da cavab versinlər. Çünki Çevik bəyin özünə sual verdim ki, ola bilərmi ki, bir qadın hamilə deyil, uşaq da deyil, qoca da deyil, amma heyz görməyək, deyir, bəli. Az da olsa var. Bəs yaxşı, az da olsa var olan bu dəstə haqqında boşanmaq istəsə, İslamın fətvası nədir? Əslində ayət ondan danışır. Bunu Çevik bəy bilir. Amma ona rağmen yenə də cəmaatı aldadır. Bunu qeyd etmək istədim. Gələk Ayşə xanımın məsələsinə. Bax, xahiş edirəm. Məcbur sənədlərinə görə mən bunları vurdum bura. Deməli, sizə göstərmək istədiyim bir şey var. Bacısı Əsma binti Əbu Bəkir ilə müqayisə etmə məsələsi var metod olaraq ki, Ayşənin yaşını tanımaq üçün. Tarixi sənədlərə görə Ayşə xanım, bacısı Əsma hicrətin 73-cü ilində, baxın, Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrətinin 622-ci ildə hicrət etmişdir. Nəysə, ondan sonra il sayımı başlayır. Və 70 hicrətdən, yəni 73 il sonra 100 yaşında vəfat edib. Bu 100 yaşı dəqiqdir ki, 100 yaşında deyirlər, vəfat edibdir. Bu o deməkdir ki, hicrət vaxtı, yəni 622-ci il Əsma xanımın 27 və ya 28 yaşı olubdur. Tarixi mənbələr, məsələn, İbn Əbu Zunad adında bir tarixçinin yatırdığı bir əsərdə Əsma ilə Ayşə arasında 10 yaş fərq olduğunu qeyd edir. Xahiş edirəm, özünüz riyaziyyatı qoyun qabağınıza hesablayın. Bu bir dənə buna lazım olan Buxaridə bir 6 yaş məsələsi ilə 9 yaş evlilik məsələsi var. Mən sizə göstərdim ki, 9 yaşında bir qıza ruş deyilməz. Mümkün deyil. Rüşd olmayan bir uşaqla Allah elçisi mümkün deyil evlənsin. Bu yanlışdır. Bu pedofil olanların, yəni körpə uşağa belə deyək də tamah salanların Allaha və Rasuluna atdığı iftiradan başqa bir şey olmadığını görəcəksiniz. Bu hesablama hicrət zamanı Ayşə xanımın 17-18 yaşı olmalıdır. Evlilik hicrətdən bir neçə il sonra tam başı tuttuğu üçün bu hesablama onun yaşının 19-21 aralığında olduğunu göstərir. Bu bir metodu. İkinci, İslamı qəbul etmə ardıcıllığına baxdıqda İbn İshaq kimi erkən dövr tarixçiləri İslamı ilk qəbul edənlərin siyahısını tərtib edərkən Ayşə xanımın adını ilk müsəlman olan uşaqlar, şəxslər arasında 18-ci və ya 20-ci sıralarda qeyd edirlər. İslamın dəvəti 610-cu ildə başlayıb. Əgər o ilk illərdə müsəlman olaraq qeyd edilirsə, deməli 610-cu ildə artıq dərk edəcək yaşda olub. Bu da evlilik tarixində onun yaşının 20-yə yaxın olduğunu sübut edən dolayısıyla sənəd sayıla bilir. Üçüncü, ficrar müharibələri və nişanlanma. Bəzi sənədlərdə Ayşə xanımın Məhəmməd Peyğəmbərdən öncə Cübeyr ibn Mutim ilə nişanlı olduğu qeyd edilir. Baxın, Cübeyr ibn Mutim adında bir şəxslə Məhəmməd Peyğəmbərdən öncə Ayşə xanım nişanlı olub. Evlilik yaşında olmayan bir qadını nətər nişanlayırdılar. Nəysə, cahiliyyə dövründəki bu nişanlılıq fakt onun evlilik yaşına çatmış bir fərd olduğunu göstərir. Atası Əbu Bəkir bu nişanı pozub, Peyğəmbərlə nikaha razılıq verməsi prosesi onun artıq yetkinlik dövründə olduğunu ehtimal edən tədqiqatçıların əsas argumentidir. Bədir və Uhud döyüşlərində iştirak məsələsinə gəldikdə, hədis mənbələrində, məsələn, Buxari, Ayşə xanımın Uhud döyüşündə 625-ci ildə ki, baş verib bu Uhud döyüşü, yaralılara su daşıdığı və yardım etdiyi qeyd olunur.
O dövrün qaydalarına görə 15 yaşından kiçik olanlar döyüş meydanına buraxılmırdı. Əgər o 625-ci ildə yetkinlik bir xanım kimi fəaliyyət göstərirdisə, bu onun doğum tarixinin daha erkən olduğunu və evlilik yaşının iddia ediləndən daha böyük olduğunu dəstəkləyir. Tamam mı? Gəlin bir cədvəl olaraq buna baxaq. Cədvəl şəklində baxsaq, bacısı ilə müqayisə var. İbn Əsir Siyər elmində gətiribdir 19-21 yaş göstərir. İslamı qəbul sırasına baxsaq, İbn İshaq gətirir 18-20 yaş arası olduğunu deyib. Döyüşlərdə iştirak məsələsinə baxsaq, Səhih Buxari 15 yaşından yuxarı olduğunu göstərmiş olur. Tamam mı? Bu bir məsələ. Mən isə bir başqa bir şeyi göstərmək istəyirəm. Deməli, əsas tarixi qaynaq Əsma binti Əbu Bəkir, yəni Ayşənin böyük bacısı, binti qız deməkdir də, Əbu Bəkir qızı. Bu hesablamanın tərpənməz nöqtəsidir. Ayşə xanımın böyük bacısı Əsma xanımdır. Tarixi qaynaqlarda, məsələn, İbn Əsir, İbn Kəsir və Zəhəbi kimi klassik tarixçilərin əsərlərində Əsma haqqında bu məlumatlar yekdilliklə qəbul edilir. Əsma hicrətin 73-cü ilində 100 yaşında vəfat edib. Buradan çıxan riyazi nəticə hicrət vaxtı 622-ci il Əsmanın 27-28 yaşı olub. Peyğəmbərliyin başlanğıcı 610-cu il üzrə hesablama olur. Əgər 622-ci ildə Əsmanın 27-28 yaşı olubsa, 12 il əvvəl, yəni Peyğəmbərliyin başladığı 610-cu il qayıtdıqda, 28-dən 12 çıxanda 16 yaş eləyir, 27-dən 12 çıxanda isə yenə 15 yaş eləyir. Yəni Peyğəmbərlik başlayanda Əsmanın yaşı 14-15 və yaxud 14-16 yaş aralığında olub. Sizin qeyd etdiyiniz, yəni mən sual yönləndirmişəm, cavab gəlib. Qeyd etdiyiniz 14 rəqəmi bu xronologiyaya tam uyğundur. Ayşə xanımın yaşının müəyyən edilməsi məsələsinə gəlsək, klassik qaynaqlar, məsələn, İbn Əbu Zunat, Əsma ilə Ayşə arasında tam 10 yaş fərq olduğunu qeyd edir. Bu fakt yuxarıdakı zəncirə əlavə etdikdə 610-cu ildə Əsma 14-15 yaşında idisə, ondan 10 yaş kiçik olan Ayşə 4 və yaxud da 5 yaşlarında olub. Hicrət vaxtı, yəni Peyğəmbər 13 il Məkkədə qalır. 610-un üstünə gəl 12-13 ili. Peyğəmbər 622 və yaxud da 623. Bunda dəqiq ixtilaf var. Nəysə, illərdə Ayşənin yaşının üstünə 12 gəlsək, bu eləyir 16 yaş. Yəni Peyğəmbər Məkkədən Mədinəyə gedəndən 4 il, bir rəvayətdə isə 2 il sonra Ayşənin evləndiyi deyilir. Üstünə gəl 4-ün üstünə 12, bu eləyir 16 yaş. Və yaxud da ki 17 yaş. Davam edirik. Belə yuxarı qoyaq. Ya da aşağıda dursun da yaxşı. Deməli, Peyğəmbərlə evliliyinin hicrətdən 2 il sonra, ən azını götürsək, 2 il sonra, yəni 624-cü il tam baş tutduğunu nəzərə alsaq, 17-nin üstədə 1-2 qoysaq, 19 yaşdan ən aşağı mümkün deyil ki, Ayşə Peyğəmbərlə evlənəndə 19 yaşdan az yaşı olsun. Bu tarixi məlumatlardır, sizinlə paylaşıram. Üzr istəyirəm. İstəyənlər baxa bilərlər, yəni özləri də araşdırsınlar deyə səmimi olaraq sizlə göstərirəm bunu. Hesaplamanı təsdiqləyən digər qaynaq isə bu mövzuda ən geniş araşdırma aparan müasir müəlliflərdən biri olan Mövlana Şibli Numani Siyərun Nəbi əsərində bu məlumatları təhlil edərək Ayşə xanımın evlənərkən yaşının kiçik olmadığını vurğulayır. Həmçinin İmam Beyhəqi və Təbəri kimi tarixçilərin əsərlərində Əbu Bəkirin uşaqlarının hamısının cahiliyyə dövründə, yəni 610-cu ildən əvvəl doğulduğu qeyd edilir. Yəni Peyğəmbər artıq Peyğəmbərə seçildi. Əbu Bəkirin Peyğəmbərə seçildindən sonra heç bir evladı dünyaya gəlməyibdir. Bütün evladları cahiliyyə dövründə dünyaya gəldiyi qeyd olunur. Həm Təbəridə, həm də Beyhəqidə. Tamam, olduğu qeyd edilir. Əgər Ayşə xanım 610-cu ildə 4, 3, 2, 1 məsələn yaşlarında olsa belə,
Deyək ki, 1 yaşı var. Bir götürək. 12-13 il Məkkə devri və 2 il də ondan sonra gəlir. Ən azı 16 yaş eləyir ya yox. O zaman 6 yaşı burada bir dənə məsələ var. Nədir o da? Tis'a kəlməsini qeyd eləməyiblər. Məsələn, tis'ətə ifadəsi əşərə, tis'ətə əşərə bu ifadədə və yaxud da ki, sittə əşərə orada 16, biz belə əşər kəlməsi rəqəmdən qabaq gəlir. Bu düşmürübdür. Bunu qeyd eləməyiblər. Yəni 9-unla 6-nı götürüblər, 10-luğu salmayıblar onun böyrünə. Bunun başqa bir adı yoxdur. Ya bunu qəsdən edirlər, ya da ki, yanlışlıqla ediblər. İkisi Allah bilir. Əgər qəsdən ediblərsə birbaşa xaindilər. Davam edək. Əgər Ayşə xanım 610-cu ildə 4 yaşında idisə, bu onun 606-cı ildə, yəni cahiliyyə dövründə doğulduğunu göstərir və bu tarix sənədlərlə tam üst-üstə düşür deyilir. 600. İndi gəlin baxaq. Deməli, bu hesablamalara görə xülasə xronologiyada 606-cı il Ayşənin xanımın doğum tarixinə gəlir, düşür. 610-cu il Peyğəmbərliyin başlaması, yəni Bisət, Peyğəmbərin Nəbinin elçi olaraq seçilməsi Ayşə 4 yaşı, Əsmanın 14 yaşına düşür. 622-ci il hicrət devridir ki, Ayşə 16-17 yaşında. 624-cü, hətta bəziləri 626-cı illər qeyd edirlər ki, Ayşə 18-19 və yaxud da 20-21 yaşlarında olduğu bildirilmişdir. Bu yanaşma ənənəvi hədislərdəki rəqəmlərlə deyil, birbaşa tarixi təqvimlərin və bioqrafik sənədlərin çarpaz müqayisəsi ilə əldə edilən elmi məntiqi nəticədir. Mən bunları sizlə paylaşdım. Sıra sizdədir. Siz qərar verin. Amma ədalətli olun. Kim doğru deyir? İnsan düşman ola bilər. Amma ən azından gərək kişi olsun. Gərək qeyrəti olsun, insanın kişiliyi olsun, mərd olsun, dürüst olsun. Namərd dostlansa, mərd düşmən yaxşıdır. Ona görə də ola bilər siz axirətə inanmırsınız, Allaha inanmırsınız. Amma ən azı dürüst olun, kişi olun. Kişi oğlu kişi olun. Sözüm bu qədər.